Ələddinin sehrli çırağı. Ələddin və sehrli lampa. Bir zamanlar şərq ölkələrinin birində Ələddin adında kasıb bir oğlan yaşayırdı. O, günlərini küçələrdə oynamaqla və xırda işlər görməklə keçirirdi. Günlərin birində sehrbaz olduğunu iddia edən bir adam Ələddinə yaxınlaşdı və ona böyük bir sərvət qazanmaq imkanı təklif etdi. Sehrbaz Ələddini uzaq bir mağaraya apardı və dedi: "Bu mağarada sehrli bir lampa var, onu mənim üçün gətir, əvəzində istədiyin qədər xəzinə ala bilərsən." Ələddin mağaraya girəndə içəridə çoxlu qızıl və qiymətli daşlar gördü. Lakin ən qəribəsi köhnə bir lampanın orada olması idi. Ələddin lampanı götürdü və mağaradan çıxmaq istəyəndə sehrbaz ona lampanı verməsini istədi. Ələddin lampanı əvvəlcə vermək istəmədi, buna görə sehrbaz onu mağarada tələyə saldı. Ələddin əlindəki lampanı silərkən içindən nəhəng bir cin çıxdı və dedi: "Mən sehrli lampanın ciniyəm. Mənə əmr et, istədiyini yerinə yetirim." Ələddin qorxaraq: "Məni evimə apar," dedi. Cin onu dərhal evinə gətirdi. Ələddin lampanın gücünü anladı və cindən çoxlu qızıl, gözəl saray və var-dövlət istədi. Tezliklə o, sultan sarayında məşhur oldu və sultan qızına, Şahzadə Bədrülbədura aşiq oldu. Ancaq sehrbaz yenidən peyda oldu və lampanı ələ keçirmək üçün bir hiylə qurdu. O, Ələddinin arvadına sehrli lampanı dəyişdirmək üçün yeni bir lampa təklif etdi. Şahzadə bilmədən lampanı sehrbaza verdi və sehrbaz dərhal cini çağıraraq sarayı və şahzadəni uzaq bir yerə köçürdü. Ələddin kədərləndi, lakin o, cibində sehrli üzük olduğunu xatırladı. Üzüyü ovuşdurdu və başqa bir cin çıxdı. Cin ona lampanın yerini tapmağa kömək etdi. Ələddin sehrbazı məğlub etdi, lampanı geri aldı və cinin köməyi ilə sarayını və şahzadəni geri qaytardı. O gündən sonra Ələddin ağıllı və ədalətli bir hökmdar kimi yaşadı və çox xoşbəxt oldu.